Insertdə cədvəldən əlavə şəkillərin, fiqurların, diaqramların, smartlartların əlavə olunması da var. Tutaq ki, biz şəkil əlavə eləmək istəyirik. İndi bir mətnin üzərinə əlavə eləyəcəm ki, aydın şəkildə başa düşəsiniz. Tutaq ki, hər hansı bir mətn açıram. Məsələn, buradan götürün. Məsələn, hər hansı bir sərbəst iş var. Budur. İndi mən istəyirəm ki, bura şəkil əlavə edeyim. Bu hissəyə şəkil əlavə edeyim. Bunun üçün seçib əlavə edeyim. Ya da ki, birbaşa internetdən götürə bilərəm. Bunların fərqi nədir? Biri Pictures-dir, hansı ki, yaddaşda olan şəkli götürür. Bir də online Pictures. Birbaşa, əgər internetə qoşuldusa, təbii ki, hər hansı bir şəkil axtarışa veririk. Amma format dili nədirsə həmin dildə. Məsəl üçün, mən Azərbaycan dilində versəm, çıxmaya bilər. Evet, məndə ingilis dilindədir. Format ingilis dilində yazacağım mövzunun adını. Həmin mövzuya uyğun şəkil əlavə edəcək. Misal üçün, burada heyvanlar qeydidir. Çünki sərbəst iş onlara aiddir. Misal üçün, tutaq ki, bunu əlavə etmək istəyirəm. Seçdim və insert-ı vurdum. Həmin şəkil yüklənir, əlavə olundu. Şəkil əlavə olunanda yenə format tabı açılır, əlavə tabıdır. Bu format tabı vasitəsilə nə edə bilərəm? Adından göründüyü kimi, şəklin formatını dəyişmək. Məsələn, biz yazının formatını keçən dəfə home tabında, hansı ki, daha çox font hissədə olan formata aid idi. Bildik ki, ölçüdür, formadır, rəngdir və s. Eyni şey şəkil üçün də keçərlidir. Format tab açılır, əlavə bir tab. İlk öncə yadda saxlayın. İstəyir sərbəst iş olsun, məsələn, kitab olsun və yaxud da hər hansı bir konspekt material olsun. Şəkil əlavə edəndə ilk növbədə şəklin ölçüsünü düzəldirik. Şəklin ölçüsünü ya künclərdən kiçildirik. Məsəl üçün, şəkli buradan deyim ki, tutum çəkim, aşağı yığım, elə bir şey olmaz. Çünki şəklin effekt keyfiyyətini öldürürsünüz. Həm də yığmış olursunuz, ya dartırsınız, ya yığırsınız. Yəni, şəklin ümumi forması itir. Ona görə məqsədi ondur ki, künclərdən istifadə edəsiniz. 4 dənə künc var. Həmin künclərdən tutub şəkli yığasınız. Bu zaman şəklin enlə hündürlüyü eyni qədər, yəni bir-birinə uyğun şəkildə böyüyüb kiçilir. Ya da ki, formatda ən sonda qeyd olunub. Şəklin hündürlüyü və şəklin eni. Buradan istifadə edə bilərsiniz. Tutaq ki, mən bu şəkildə istəyirəm, biraz kiçik olsun. Baxın bu. Deməli, şəklin ölçüsünü dəyişdim. Lazım gəlsə, şəklin əlavə hissələrini kəsə bilərəm. Tutaq ki, bu çox daşlıq, qayalıq lazım deyil. Kəsmək istəyirəm. Crop var. Cropun üzərinə daxil oluram. Şəklin hər tərəfində hansı ki hissələr köməyi ilə kəsə bilərəm. Orada qara xətlər görünür. Bu xətləri birə yığıram. Artıq bu hissəni kəsib atacaq. Tutaq ki, sonra bunu deyəm. Misal üçün, belə lazımdır. Şəkili kəsdik. Və yaxud şəkili, misal üçün, dairəvi formada istəyirəm ki, dairəvi formada kəssin. Bayaq daxil olduğum buydu. Dairəvi formada müxtəlif formalar seçirəm. Misal üçün, dairə. Baxın, şəkil dairəvi formada kəssin. Bu şəkildə şəkli hazırladım. Ölçüsünü, formasını düzəltdim. Daha sonraki əməliyyatımız istəsək şəklə bu cür effektlər, məsələn, ramkalar verə bilərik. Tutaq ki, ramka formasını salınsın bu şəkildə və yaxud da elə dairədirsə bu şəkildə kənarı qara. Yəni, istədiyiniz formanı seçə bilərsiniz. Sizdən asılıdır. Hələ ki, bu formada qalsın. Sonra, deməli, ölçüsünü düzəltdik. Lazım olmayan yerləri kəsdik. Formasını düzəliş edə bilərik. Bu Pictet Style vasitəsilə şəklin üslubu yenə, məsələn, düzbucaqlımı, kvadratmı, dairəmi, siri, ramkası olsun, olmasın, kənarları necə olsun, onu düzəldirik. Ondan sonra wrap text əməliyyatından istifadə edirik. Wrap text əmri nədir? Şəklin üzərində göstər, belə göy qurşağı kimi işarəsindən. Bəzən burada elə belə pis çıxmasın, iç şəkli də olur, heyvan şəkli, ya da ki, göy qurşağı şəkli, ikisindən biri olur. Bu nə deməkdir? Bu elə bir ki, ortada gördüyünüz şəkildir. Qıraqdakı xətlərdə yazıdır. Yəni, şəklin yazıya uyğun düzlənməsi. Normalda, məsələn, bu şəkli biz belə yerləşdirmişik, çətinliklə hərəkət elətdiririk. Görürsünüz, çox çətinliklə gəlir, addım-addım. Hansı ki, şəklin sağı, solu, boşluqlar qalır. Yəni, belə nizamsız, səliqəsiz görünür. Bu zaman wrap text buradan da daxil ola bilərsiniz, ya da şəklin elə üzərindən buradan da daxil ola bilərsiniz. Hal-hazırda birinci seçilib. Mətndən eyni xəttdə. Yəni, baxın, mən yazıdan sonra əlavə elədim, bura düşdü. Yazı ilə eyni xəttdədir. Amma şəklin hündürlüyü çoxdur deyə bura boş qalıb. Belə olmamalıdır. Yəni, heç vaxt bunu birincidə saxlamırıq. Bunlardan birini seçirik. 6 dənə düzlənmə forması var. Ən çox təbii ki, bunlar. Demək olar ki, bu üçü də eyni mənaya gəlir. Əgər şəkil kvadrat düzbucaqlıdırsa, eyni mənaya gəlir. Bunlardan birini seçirik. Ya da ki, əgər şəkil böyükdürsə bunu.
İndi bunu adı ilə göstərin burada. Adı ilə rahat görün. Deməli, bu ilk üçü demək olar ki, eynidir. Şəkli hansı tərəfə hərəkət elətdirsək, yazı onun hər tərəfində səliqəli formada olacaq. Tutaq ki, birincini seçdim. İndi baxın, şəkil hardadır? Aha, şəkil burada. İndi tutaq ki, bunu gətirirəm. Burada yerləşdirirəm. Baxın, rahatlıqla çox boşluq yoxdur. Hansını seçdim mən? Bu üçündən biri. Üçü də dediyim kimi, əgər şəkil kvadrat düz uzaqlıdırsa, bu üçü də eyni formada görünəcək. Bunlardan birini seçirəm. Şəkli istədiyim yerə hərəkət elətdirəm. Baxın, hər tərəfində yazı olur. Şəkili istədiyim formada hərəkət elətdirə bilərəm. Bu şəkildə səliqəli formada yerləşdirə bilərəm. Həmişə bunu mütləq yerinə yetiririk. Əgər şəkil böyükdürsə, necə böyük? Məsəl üçün, bu o qədər də böyük deyil. Bəzən olur ki, məsəl üçün, indi mən bu formada göstərim. Deyək ki, şəkil belədir. Yəni, elə şəkli yükləyəndən şəkil belədir, bu formadadır. Bu zaman belə eləməyə mənası yoxdur. Burada yazılar tək bir söz kimi, iki söz kimi qalır, yaxşı görünmür. Bu zaman mən istəyirəm ki, məsəl üçün, şəkili ortaya yerləşdirim. Solunda, sağında yazı olmasın. Adətən belə olur şəkil böyükdürsə. Wrap text-ə daxil olunan top and bottom var. Yuxarı və aşağı. Yəni, yazı şəklin yuxarı və aşağı hissəsində olsun ancaq. Bu şəkildə dəyişirəm. Belə daha məqsədli olandır. Sonra digərləri də var. Hansı ki, behind text yazının arxasında qalır. Bu çox nadirən istifadə olunur. Bir də in front of text şəkil öndə qalır, yazı arxada qalır. Bunu da istifadə eləmirik, çünki yazının üstünü örtür. Yəni, ən çox belə bunu istifadə eləsəz kifayətdir. Şəkil böyükdürsə, təbii ki, top and bottom bundan istifadə edirik. Sonra, tutaq ki, şəklər, indi xıdalıqlar deyəcəm, hansı ki, o vacib deyil. Bura kimi dediklərim mütləq ki, yəni bunları bilməlisiniz, bunları eləməlisiniz. Hansı ki, şəklin ölçüsüdür, kəsməkdir, formasını düzəldirsiniz və wrap text vasitəsilə şəklin istiqamətini müəyyən edirsiniz. Bir də var, tutaq ki, şəkil çərçivəyə aldınız. Bu çərçivənin effekti, çərçivənin rəngi, forması, bunu dəyişə bilərsiniz. Tutaq ki, bu rəng sizi qane eləmir, başqa rəng istəyirsiniz. Gəlirsiniz picture border hissəsinə. Burada tutaq ki, deyək ki, yaşıl. Çərçivənin rəngini dəyişdi. Və yaxud da effekt verə bilərsiniz. Tutaq ki, döndərmə. Şəkil döndərilsin. Və yaxud da biraz qalın formada görünsün, canlı. Kənarları hamar olsun. Və yaxud da parıltılı olsun, əks olsun, kölgəsi olsun bu şəkildə və yaxud da ən son istifadə olunanlar, yəni daha başqa formalar. Bunlardan da istifadə edə bilərsiniz. Bu artıq sizdən asılıdır. Yəni, hansı forma istəsəniz seçə bilərsiniz. Sonra picture layout var. İndi bunu daha dərin biz PowerPoint-i keçəndə öyrənəcəyik. Slaydların, sunumların hazırlanmasına lazım olur. Hazır fiqurlardan ibarət sxem. Bu odur. İndi bu şəkilə uyğun olan hissəni deyim. Tutaq ki, belə bir şəkil mən istəyirəm ki, fiqurun içərisində olsun. Fiqurla əlaqələndirim, sxemin içərisinə salım. Buradan istədiyim bir formatı seçirəm. Tutaq ki, bunu seçdim. Elə bir ki, şəkildir, üzərinə mətn qeyd edirəm, ad yazıram. Və yaxud da başqasını əvəz edə bilərəm. Tutaq ki, bu formada fiqurlanan bir yerdə yazılar qeyd edirəm. Və yaxud da tutaq ki, bu şəkildə, yəni istənilən formatı seçə bilərik. Bunu daha dərin dediyim kimi PowerPoint-ə izah edəcəm. Sonra şəkilə aid başqa. Şəklin istiqaməti position. Bu necə ki, cədvəldə var idi. Yazının istiqaməti 952, 33 üfüqi şaqili. Bu da eyni qaydada. Cədvəldə yazı xananın hansı istiqamətində düzlənsin ona aid idi. Burada isə şəkil vərəqin hansı istiqamətində. Misal üçün, vərəqin tən ortasında dayansın. İndi biraz uzaqlaşdırsam, vərəqin görəcəksiniz ki, şəkil tən vərəqin ortasındadır. Bu şəkildə. Və yaxud da, misal üçün, seçirəm ki, yuxarıda solda olsun və yaxud da aşağıda sağda olsun. Bu şəkildə istiqamətini dəyişə bilərəm, amma buna ehtiyac yoxdur. Yəni, wrap text-dən özünüz rahat şəkili istədiyiniz yerə hərəkət etdirə bilərsiniz. Bu daha yaxşıdır. Belə. Sonra bunlar ən çox fiqurlarda istifadə olunur. İndi qeyd edəcəm fiqurları. Bir də şəklin effekti var. Hansı ki, bu telefonda da var qaleriyadan. Şəklin konstruktunu, işığını artırıb azalda bilərsiniz. Burada da yenə o xırdalıqlar var. İstəsəz istifadə edə bilərsiniz şəkil üçün. Yəni, o artıq sizdən asılıdır. O qədər də vacib bir əməliyyatlar deyil. Sonra, insert-də Picture-də eyni qaydada. Online picture-dən eynidir. Sadəcə dediyim kimi, online picture internetdən götürür şəkli. Picture isə kompüterin yaddaşından. Sonra picture-sı açdım. Və burada qeyd edirəm, şəkillər hardadır? Tutaq ki, məndə elə picture qovluğundadır. Bura daxil oldum. Kamera ilə çəkilən, yüklənən şəkillər və yaxud da screenshotlar, ekran kaydları. Buradan istədiyimi istifadə edirəm. Seçirəm, avtomatik yüklənir. Sonra gəldik fiqurlara. Fiqurlarda eyni şəkillər kimi bir növ, belə deyim, obyekt sayılır və yenə format tabı açılır. İstədiyim fiquru seçirəm.
Həmin fiquru əlavə edirəm ekrana bu şəkildə. Yenə format açılı eynidir. Sadəcə fərq nədir? Şəkildə gördük ki, şəkli çərçivəyə alırıq. Çərçivənin kənarının rəngini, effektini dəyişə bilərik. Demək ki, bir növ bu. Burada əlavə olaraq yazıya aid də var. Çünki fiqurun içərisinə yazı da yaza bilərəm. Fiqurun içərisinə yazı yazdım. Fiqura aid olan əmrlər yazıya da aid var həmçinin. Ta ki, mən burada dairədir. Bu fiquru seçirəm. Fiqurun ümumi görünüşünü dəyişə bilərəm. Fiqurun rəngini dəyişə bilərəm. Tutaq ki, bu rəng. Fiqurun kənar hissəsinin rəngini dəyişə bilərəm. Kənar xəttinin bu öz rənginin, içinin, bu kənarın və fiqurun effektini effekt verə bilərəm. Bayaq şəkildə necə idisə eyni. Bir də yazı. Tutaq içərisinə yazı yazmışam. Biraz yazın büyüdüm. Aha, tutaq ki, yazı yazmışam. Gəlin belə yazaq belə. Dairə. Yazını seçirəm. İndi eyni şey yazılara da aiddir. Yazının, məsəl üçün, əksi olmuş şəkildə istəyirəm. Seçdim. Biraz da böyüdüm. Aydın görək. Aha. Sonra yazının öz rəngini dəyişə bilərəm. Yenə fiqurdakı kimi. Yazının kənar hissəsinin rəngini dəyişə bilərəm. Buradakı kimi. Və yazının effektini dəyişə bilərəm. Burada bir dənə fərqli transformda yazını əymək. Başqa müxtəlif formalarda yazını yazır. Belə. Bunlardan istifadə edə bilərsiniz. İstədiyiniz fiqurda yoxdur, fiqura əyə bilmirik. Amma fiqurun içərisindəki yazını əyə bilirik. Text direction yenə bu cədvəldə var idi. Yazın istiqamətini dəyişirdi. Align textdə yazı ortada, yoxsa yuxarıda, aşağıda qeyd olunsun fiqurun hansı istiqamətlə onu qeyd edirik. İndi baxın, burada fiqur yazının üzərində qalıb. İstəyirəm ki, yazı ilə, yəni mətndən düzlənsin. Yazı da tam görünsün. Fiqurda yenə fiquru seçirəm. Üzərində də var wrap text. Buradan da istifadə edə bilərəm. Yenə square-ni seçirəm və bunu istədiyim yerə hərəkət elətdirirəm ki, biraz da kiçildək. Bunu istədiyim yerə hərəkət elətdirirəm ki, ümumi mətnə uyğun düzlənsin. Və burada dairə sözü görünmür, çünki yazının ölçüsü böyükdür deyə fiqurda kiçikdir. Ona görə görünmür. Amma fiquru böyütsəm, həmin yazı bütövlükdə görünəcək. Siz də əgər fiqurun içərisində yazı yazırsınızsa, görürsünüzsə yazı itir. Bəzən tələbə deyir ki, hə, yazı düşmədi, silindi, yazı yazılmır. Əslində elə deyil, yazı yazılır. Sadəcə fiqur balaca olduğuna üçün onun içərisində sığışmır, yerləşmir. Ona görə yazının digər hissəsi görünmür. Fiquru böyütsəz görünəcək və yaxud da yazının ölçüsünü kiçiltsəz avtomatik görünəcək. Sonra baxın, indi bunların fərqi dedim ki, kvadratda bilinmir. Çünki kvadrat onsuz da düzbucaqlıdır. Yəni hər tərəfi düzdür. Amma dairə kimi, ulduz kimi, belə kələ-kötür, başqa formada olan şəkillərdə, fiqurlarda bilinir. Bax, square nə deməkdir? Bu elə kvadrat kimi deməkdir. Yəni, şəklin kənarları kvadrat formalı qalır, hər tərəf yazı olur. Amma digərçisi tight. Baxın, elə dairəvi formadadır. Görürsünüz, düz deyil. Elə dairəvi formada. Fiqura uyğun kənarları boşdur, digər hissədə yazır. Bir də var dar, boyunca. Bu daha sıxdır. Elə ki, bir dənə də olsun, boş hissə qalmır da. Ən çox ulduz kimi, məsəl üçün, girintili, çıxıntılı fiqurlarda, şəkillərdə bilinir. Məsələn, ulduzun bilirsiniz ki, kənarları üçbucaq kimi olur. Bu orada mərkəzə doğru gedir, həmin hissədə boşluq çox olur. Həmin boşluqlarda belə yazı olur. Yəni, çox dar, sıx formada düzlənir. Amma təbii ki, bunu istifadə edirik. Daha çox düzbucaqlı şəklində olsun. Daha səliqəli görünür. Sonra, tutaq ki, bu fiqurun yanına başqa bir fiqur da əlavə edirik. Ya təzədən insert-ə gəlirəm, ya da elə formatda burada var, əlavə fiqurlar. İstənilən bir fiquru seçirəm, bura əlavə edirəm. Baxın, 2 dənə fiqur. İstəyirəm ki, bu düzbucaqlı arxa planda qalsın. Burada var, fiquru önə və arxaya hərəkət etdirəm. Send vurdum, arxaya doğru getdim. Bring forward vursam, önə doğru gələcək. Yəni, 2 fiqur üst-üstədirsə, birini arxaya, digərini önə bu şəkildə dəyişə bilirik. Selection pane ekranda, yəni səhifəmizdə bu sənəddə nə qədər şəkil, fiqur, sxem varsa burada göstərir. İstəsəm gizlədə bilərəm, ta ki bunu gizlətdim və yaxud da göstərə bilərəm bu şəkildə və yaxud da bir-bir gizlədib göstərə bilərsiniz. Burada bütün nə qədər ki sənədinizdə şəkil, fiqur var, hamısının adı görünür. Sonra formatda, align də yenə düzlənməlidir. Fiquru, misal üçün, dayandığı yerdən ki, mərkəzə doğru hərəkət elətdirir. Dayandığımız yerdən tutaq ki, aşağıya doğru hərəkət elətdirir, aşağıya gəldi. Yəni, əlimizdən də sürüşdürə bilərik mouse'la. Ya da ki, elə align vasitəsilə fiqur şəkil eynidir. Dayandığı nöqtədən, dayandığı mövqedən yuxarı, aşağı, sola, sağa istiqamətini dəyişə bilərik. Bir də var, rotate döndərmək. Tutaq ki, deyək ki, belə bir fiqurdur.
Bunu döndərə bilərəm. Ya 90 dərəcə döndərirəm, belə. Ya da ki, güzgü və güzgünün əksi istiqamətində döndərirəm. Vertikal və horizontal. Bu şəkildə fiquru döndərirəm. Bu da oldu bizdə fiqurlar. Fiqurlarla şəkillərdən bu qədər. Sonra bizdə burada qaldı Smart Art. Dediyim kimi buna ağıllı fiqur deyilir. Çünki fiqurlardan ibarət sxemlərdir. Bunu PowerPoint-də işləyəcək. Ən çox PowerPoint-də lazım olur sunumların hazırlanmasına. Chart diaqramını bunu da qurmaq üçün Excel-dən baza cədvəli olmalıdır. Excel-i keçəndə qeyd eləyəcək. Bir də var screenshot, ekranın ani görüntüsünü çəkir və Word-ə əlavə edir. Tutaq ki, mənə həmin sənədə deyək ki, məsəl üçün bunun içərisindəkilər lazımdır. İstəyirəm ki, kontrol panelin içərisində olan və bu hissənin şəklini mən Word-ə əlavə edeyim. Birinci bunu açıram, arxa planda bu qalmalıdır. Gəlirəm Word-ə daxil oluram. İndi screenshot-a daxil oluram buradan. Screen clipping. Word bağlanır, altda qalan pəncərə görünür ancaq. Buradan istədiyim hissəni götürürəm belə, avtomatik onu şəkil kimi yerləşdirir. Bu proqramın özünündür. Əgər, misal üçün, siz hansısa bir şəkil, tutaq ki, internetdən hər hansı bir şəkil lazımdırsa, o şəkli yükləmək olmur. Bəzən müəllimlik uyğun qorunması üçün şəkli yükləyə bilmirik. Yəni, həmin sayt, belə deyim də, ona icazə vermir. Bu zaman screen götürə bilərsiniz bu şəkildə. Əgər Word-ə əlavə eləyəcəksinizsə, yox, kompüterin yaddaşında qalmasını istəyirsinizsə, klaviaturada Win işarəsi var, hansı ki, Start menünün işarəsidir, belə pəncərə işarəsi. Onu basılı tutub, Port Screen var. Delete'in yanında PRT-SC belə bir düymə var. Bu ikisini eyni anda basılı tutanda avtomatik ekranın ani görüntüsünü çəkir və kompüterin yaddaşına salır. Hansı ki, screenshot papkası olur kompüterin yaddaşında. Birbaşa oraya əlavə edir. Yəni, kompüterin yaddaşında qalmış olur. Necə ki, biz telefonda ekranı screen edirik, saxlayırıq. O da eyni qaydada. Belə. Bura kimi nəsə sualı olan var? Yoxdur.